14 may tarixində media nümayəndələrinin kiber təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə media subyektləri üçün kiber təhlükəsizlik mövzusunda seminar və təlim təşkil olunub. Patrulazın verdiyi məlumata görə, tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Medianın İnkişaf Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin tərkibində fəaliyyət göstərən Azin Telekom MMC-nin birgə tərəfdaşlığı ilə reallaşdırılıb. Təlimdə media subyektlərinin kiber dayanıqlığının artırılması, IT infrastrukturunun gücləndirilməsi və müasir kiber təhdidlərə qarşı effektiv mübarizə yolları müzakirə olunub. Tədbirdə həmçinin İnnovasiya Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov və Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov çıxış ediblər. Onlar kiber təhlükələr fonunda medianın roluna və bu sahədə baş verən real kiber insidentlərə diqqət yetiriblər. Media subyektləri informasiya cəmiyyətində mühüm rol oynayır və onların kiber dayanıqlığı birbaşa informasiya təhlükəsizliyinə təsir edir. Bunu Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmailov bildirib. Son dövrlərdə Azərbaycan informatika və hücumlarla bağlı artıq çox təcrübələrimiz var. Təcrübələr yazmışlar və bu prosesi işləməyimizin görüşürüldüyü informasiya mümkünüzə Təlim zamanı iştirakçılara fishing və sosial mühəndislik texnikaları, bulut xidmətlərinin təhlükəsiz istifadəsi, sosial media hesablarının qorunması və kiber insidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib. Sessiyalarda yerli mütəxəssislərlə yanaşı, İsrailin Texnion Texnologiya İnstitutu və Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinin təlimçiləri də çıxış ediblər. Təlim zamanı Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov təhlükəsizliyin birbaşa rəhbərlikdən başladığını vurğulayaraq, kiber təhlükəsizliklə bağlı tədbir və təlimlərin dövlət səviyyəsində keçirilməsinin vacibliyini qeyd edib. Təlimdə həmçinin Elektron Təhlükəsizlik Xidmətinin kiber təhlükəsizliyin idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə çıxışı zamanı insan faktoru ilə baş verən kiber hücumların, yəni insanların adi bir səhvi ilə meydana gələn kiber təhdidlərdən danışdı. Onun sözlərinə görə, insan faktoru ilə baş verən kiber hücumları azaltmaq mümkün olmasa da, bunun üçün müəyyən addımlar atılmalıdır. Yəni siz bir səhifənin adminisiz, yəni də insan faktorusuz və bunun üçün hansı addımlar atıla bilir? Deməli, mən bundan öncə bilmirəm, nəzərə yetirdinizsə, bir çox media qurumlarının hansı addımları attığını qeyd etmişdim. Burada bir zero trust məntiqi var ki, biz bunu Azərbaycan dilinə tərcümə edəndə sıfır güvən deyirik. Yəni, əgər bir insan faktoru varsa, o insan faktorunun əlində olan addımları minimuma endirmək, ata biləcəyi addımları minimuma endirmək. Yəni, məsələn, siz səhifənin admin hesabı ilə istifadə edirsinizsə, bunu etməmək. Yəni, məsələn, xəbər paylaşa biləcəyiniz səviyyədə sizə imtiyazlar, güzəştlər verilməlidir. Həmçinin bundan sonra ən önəmli faktor odur ki, biz insan faktorunu minimuma endirmək üçün müntəzəm olan təlimlər, simulyasiyalar həyata keçirilməliyik ki, insanların o kiber hücumlara qarşı dayanıqlığını müəyyən qədər yüksək səviyyəyə qaldıraq. Yenə də bununla insan faktoru ortadan qalxmayacaq, amma biz müəyyən qədər qarşısını almış olacaq. Qeyd edək ki, tədbirdə 50-dən çox media subyektinin nümayəndəsi iştirak edib və təlimin sonunda iştirakçıların sualları cavablandırılıb. Gülbəniz Səfərova, Rusif Abuzərov, Patrul Az.